Hörmətli Kanal 13 izləyiciləri, müsahibim AK Partiyanın birinci sədr müavini Əhəd Məmmədlidir. Əhəd bəy, Rusiya-Ukrayna müharibəsinin hazırki gedişatını necə qiymətləndirirsiniz? Mənim fikrimcə biz əvvəldə bunu demişdik, qeyri-populyar idi. Amma Rusiya bu müharibədə istədiyini, yəni minimum da olsa alacaq, yəni Ukraynadan əraziləri qopardacaq, onu doğru gedir. Ukrayna təkbətək Rusiya bacara bilməyəcək. Yəni 3 il bundan qabaq deyildi və belə də oldu və heç kəs də Ukraynaya görə vuruşan deyil. Amerikada da hakimiyyət dəyişdi, gözləndiyi kimi Trump belə deyək, öz dövləti maraqlarını təbii ki və biznesmen olduğu üçün hər şey parayla ölçdüyü üçün artıq Ukraynanı təhrik edirlər. Bu ən azı atəşkəsə və göründüyü kimi o atəşkəs də olunacaq. Hələlik düzdür, Putin biraz naz atır, şərtlərlə danışır, belə deyək. Amma Putin də sonunda buna gedəcək. Çünki Rusiya da yorulub, Rusiya da çox belə deyək, qan itirdi bu müharibədə. Amma Ukrayna təəssüf ki, ərazilərini itirdi. Ukrayna daha çox itki verdi. Sizcə Trump nə etmək istəyir? Çünki seçkilərdən sonra bir çox qərarlar qəbul elədi. İstəyir daxili, istəyir xarici. Sizcə Amerikanın sonu necə olacaq? Trump Amerikanın öz fikir, öz subyektiv yanaşması günə dövlətin təbii ki düşünür. Biznesmen yanaşması da yenə deyirəm, istəyir ki, yəni ki pul qazanmaq və istəyir göründüyüdür ki Çinə qarşı bir yeni bir ittifaq yaratmaq, Rusiyanın yanına almaq istəyir. Və deyək, Rusiyanı Çindən qopartmaq istəyir, belə deyək. Və ona görə Rusiyanın razılığa getmək istəyir və təbii sərvətlər, Rusiyanın Ukraynanın təbii sərvətlərini istifadə etmək istəyir və maraqlıdır ki, Rusiya çox rahat şəkildə razılaşıb Trumpla Rusiyanın belə qara torpaqlarını istifadə etmək, Çernozem deyilir. Biz qara torpaq çox keyfiyyətli torpaq, məsəl üçün. Dünyada ən çox belə bu keyfiyyətli torpaq 4 ölkədədir. Rusiyadır, Çindir, Amerikadır və Ukraynadır. Və bu həmən Rusiyanın və Ukraynanın həm qara torpağını, həm təbii sərvətlərindən Amerika istifadə etməsi və Putin də buna razılıq verib. Buyurun, hətta buna deyirlər ki, Rusiya kolaborasionist belə ki, razılığa gəlib Amerikandan və güzəştə gəlib, buyurun, mənim təbii sərvətlərindən istifadə edib. Putin siyasətçidir, bilir ki, indi Trumpa nə lazımdır, onu verir ki, Ukrayna müharibəsindən uduşlu çıxsın. Amma Zelenski təəssüf olsun ki, mən yenə bu fikirdəyim ki, siyasətçi, belə deyək, səhnədən siyasətə gəlib, belə deyək, indi hələ 3-4 il siyasətlə məşğuldur, o da prezident kürsüsündən. Ona görə Trumpla razı olmadı, amma sonra məcbur oldu Trumpla razılaşmağa. Məktub ortaya çıxdı, Zelenskinin tweeti ortaya çıxdı. Biri təqzib elədi, biri dedi necə, yəni sən axı bu məktubu yazmısan, tweet paylaşmışsan. Sonra indi görünür ki, yenə səfər edir Vaşinqtona Zelenski. Bu dəfə təkcə Trumpla təkbətək yox, Avropalı tərəfdaşlarını götürüb gedəcək. Amma hər nə təzdən gedir Trumpın yanı, belə deyək, Trumpın ayağına təzdən gedir. Yəni ki, bu da görünən o idi. Çünki bilirsiniz, silahı verən Amerikadır. Rusiyaya siyasi rəqabət apara biləcək yeganə ölkə qərbdə Amerikadır. Avropa çox deyə bilər, dəstək verə bilər. Gələrlər Kiyevə, Zelenskinin Çinini də vurarlar, deyirlər arxandaq, amma Avropa ölkələri heç bir silah təchizatında Rusiya ilə rəqabətə gedə bilməz. Uduzurlar Rusiya ilə rəqabətə. Biz bu reallıqdır. Silah verən təkcə Amerikadır, Rusiya ilə rəqabətdə olur. Amerika deyir ki, mən silahı dayandırıram silah verməyə. Bu da olsa, uzağa 6 ay Ukrayna Rusiyaya müqavimət göstərə bilər. Sonra nə olacaq? Sonra Ukraynanın halı daha pis ola bilər. Və Trump da çalışır Zelenskiyə bunu anlatmaq.